はい、皆さんこんにちは。今日はアゼルバイジャンから留学しに来た私の弟さんに紹介したいと思います。なぜ日本に来たの？ Japonya'nın medeniyet ve teknolojisini sevirəm və burada təhsil almaq istədiyim üçün. 日本で一番好きなことは何？ Yaponiyanın təmizliyi və insanlara mehribanlığı. 日本の一番好きな食べ物は何？ Ramen və ebi tempuranı daha çox sevirəm. 日本語を勉強するのは難しい。 Çətindir, amma maraqlıdır həm də. 最後に日本に来る人にアドバイスを。 Əslində Azərbaycanla müqayisədə yeməklərini öyrəşmək biraz çətindir. Həm də havası çox istidir. Amma üstün cəhətləri də odur ki, texnologiyası çox üst səviyyədir və insanları çox sadədir. Buradan Yaponiyaya gəlmək istəyənlər bir dənə məsləhətim odur ki, Yapon dilini öyrənib gəlsinlər.